əziz izləyicilər, Görüş Zamanı proqramında xoş gördük sizləri. Bugünkü görüşümüzün qonağı 2-ci Vətən müharibəsi qazisi Xəyal Qarayevdir. Salam Xəyal bəy, hər vaxtınız xeyir. Salam, hər vaxt xeyir olsun. Məmnun mənim. Xəyal bəy, biz sizi çox gözəl tanıyırıq. Amma bizi Türksat vasitəsilə Mərzan televiziyasını dünyada izləyən izləyicilərimizin də sizi tanıması üçün az da olsa özünüz haqqınızda məlumat verin, sonra proqramımıza keçid edək. Mən Qarayev Xəyal Valiyevoğlu. 23.09.1989-cu ildə Şəki şəhərindən anadan olmuşam. 2006-cı ildə orta məktəbi bitirmişəm və həqiqi hərbi xidmətə çağırılmışam. Tovuz rayon Ensaylı hərbi hissəsində qulluq eləmişəm. 2020-ci ildə isə könüllü olaraq döyüşlərə qatılmışam. 21 oktyabr 2020-ci ildə yaralanmışam, qazi olmuşam. Xəyal bəy, 2020-ci ildə Vətən müharibəsində iştirak etdiniz. O günlərə qayıtsaq, döyüşə getdiyiniz anı necə xatırlayırsınız? Döyüşə getdiyim an çox qürurlu bir hiss idi bizim üçün. Bilirik ki, bu yol müqəddəs yoldur. Yəni bu ailəni, valideynləri, insan dostlarını, tanışlarını arxada qoyub getmək idi bir yol. Amma hər şeydən öncə vətən idi. Biz o günləri ağır da olsa şərəf kimi hiss edirəm ki, yəni yaxşı ki, müharibəyə qatıldım mən. Bu çətin də olsa, ağır da olsa mənim üçün bir şərəfli yol idi. O anı dünkü kimi gözümün qabağına gətirirəm, xatırlayıram. Hər birinizin ürəyimizdə vətən sevgisi, gedərkən bir qram tərəddüd yox idi bizdə. Yalnız və yalnız vətəni düşmanlarından azad eləmək idi. Allah sizləri var. Hər bir qazinin yaddaşından bir hadisə olur. Sizin üçün müharibə zamanı ən unudulmaz hadisədir. Unudulmaz an, müəllim. Çox idi unudulmaz an. Bizim ən yadda qalan hadisələrdən biri o idi ki, necə hadisə deyim, yəni yadda qalan deyəndə biz döyüşdükcə bizim bayrağımız azad olmuş torpaqlarda dağlanınca mənim üçün ən yadda qalan hadisələrdən biri odur ki, yəni biz bu gün burada döyüşürdük, məsələn 1 saat, 2 saat sonra biz xeyli irəliləyirdik. Yəni mən ən yadda unudulmaz hadisələrdən biri ki, yəni bayrağımızı düşman torpaqlarına azad elədikcə önə daşımaq. Yəni, ən yadda qalan hadisələrdən biri bu olub mənim üçün. Yəni şahid olmuşam ki, bugün burada tutduğum bayrağı 2 saat sonra 300-400 metr irəlidə tutmuşuq. Yəni mənim üçün ən yadda qalan hadisələrdən biri odur. Nə gözəl. Yaralandığınız və reabilitasiya dövrünüz necə keçdi? Bu zaman sizə ən çox kim dəstək oldu? Yaralandığım 21 oktyabr Tərtər Ağdərə istiqamətində yaralanmışam. Başımdan, qolumdan yaralanmışdım. Çox ağır idi. Həmin dövrdə bizlərə dəstək olan ilk növbədə valideynlər, dostlar və xalqımız idi. Yəni biz reabilitasiya dövründə də yəni həkimlərimiz, başda səhiyyəmiz, yəni bunlar hamısı bizə güc-qüvvət verirdi. Şükür Allaha, indi o həmin vaxtlara baxanda özümü yaxşı hiss edirəm. Allaha şükür ki, üstündən 5 il keçibdi. Mütəmadi olaraq müalicələrim davam edir. Allah dövlətimizdən, xalqımızdan razı olsun. Yəni bizi ayaqda tutan onların bizə qayğısı, diqqəti, bunların sayəsində biz psixoloji durumlardan çıxmışıq. Bəli, çox gözəl vurğulayırsınız. Cənab prezidentimiz və onun xanımı, birinci vitse-prezidentimiz hər zaman şəhid ailələrinə, qazilərə dəstəyini əsirgəmirlər. Diqqəti üzərimizdədir, bəli, Cənab Ali Baş Komandan və Mehman xanımı. Yəni bizə yaratdıqları şəraitlər, reabilitasiyalar, yəni gedirsən çox maksimal dərəcədə xidmət, yəni hər bir şey öz yerində də, yəni bir çətinliyimiz olmur gedəncə, yəni yatmağımız, yeməyimiz, müalicələrimiz hamısı. Allah razı olsun ölkə başçımızdan. Bəli, çox gözəl vurursunuz. Mən özüm sizinlə məsələn mütəmadi danışırıq telefonlarda, görüntülü olaraq. Şükür Allah, mən orada da görürəm ki, sizə böyük dəstək verilir və ona görə də biz minnətdarıq cənab prezidentimizə və onun xanımı birinci vitse-prezidentə. Döyüşlərdə itirdiyi yaddaşlar, şəhid dostlarınız barədə danışmaq istəsəniz, onların xatirəsi sizdə necə yaşayır? Döyüşlərdə çoxdur xatirəsi yaşayan. Nadirov Siyasət var, mənə yaxın döyüş yoldaşım. Sonra eyni istiqamətdə döyüşdüyümüzə baxmayaraq Zaur var, Vasif var, Sahib var.
hərəsinin qəhrəmanlığı, öz igidliyi, yəni daim qəlbimdədir. Heç onları yaddan sala bilmirəm. Əsasən siyasət çiyin-çiyinlə döyüşdüyüm uşaq idi. Sadəcə qəhər tutur onlar haqqında danışanda sözlər quruyur dilimdə. Allah rəhmət eləsin cəmi şəhidlərimizə. Yəni, xatirələr unudulmaz qalar, daim qalacaq qəlbimdə. Bəli. Və həm də belə deyək də, onlarla həm orada ağrılı günlər keçirdiniz. Şəhidlərimizlə gözəl, məsələn, o ilerlədiyiniz dövrdə gözəl günlər də oldu da, ən azından. Bəli, ac olurduq, amma bir qram yəni peşman değildi. Yəni bir dənə qəlbimizdə var ki, vətən sevgisi bu torpaqlar düşmənlərinə azad olunmalıdır. Başqa amal yox idi. Yəni az da olsa bizə heç bir şey, yəni mənfi ya və ya da ruh düşkünlüyü vermirdi. İrəlilədikcə bizə daha da ac da olduq, susuz irəlilədi bizə daha da qüvvət verəcək. Yəni bir saat burada yox, bir saat sonra geriyə baxanda həmin olduğu istiqaməti görə bilmirdik. Yəni bizə bu ruh, əhval, ruhiyyə ilə nə aclıq, nə susuzluq bizə heç Bəli. Müharibədən sonra həyatınızda nələr dəyişdi? Qazi statusu sizə hansı məsuliyyəti yüklədi? Müharibədən sonra həyatımda çox şeylər dəyişdi. Müharibədən sonra itirdiyim silahdaşlarım, yəni hər an ölümlə bu qədər yaxın olmaq, insan həyatını daha da dərindən fikirləşir. Qazi statusu mənim üçün sıradan bir ad deyil. O sinəmdə daşıdığım bir borc kimi bilirəm. Çünki bu ad altında şəhid yoldaşlarımın, döyüş yoldaşlarımın etmək istədiyi amal var. Bəli. Mənim də borcum, yəni bu statusu qorumaq, daşımaq. Qazi statusu elə bir addır ki, həm ağrının, həm də qürurun simvoludur. Bəli. Şərəflə, ləyaqətlə bu adı daşımaq lazımdır. Yəni mən belə düşünürəm. Çox gözəl fikirləşsiniz. Xəyal bəy, gənclərimizə və gələcək nəsillərə bir qazinin gözü ilə nəyi örnək görmək istərdiniz? Gənclərə, gələcək nəsillərimizə bir qazi kimi onu söyləyə bilərəm ki, cəsarətli olmaq, vətən sevgisini, vətəni qorumaq lazımdır. Yəni, vətənin keşiyində durmaq lazımdır. Cəsarət tək döyüş meydanında yox, gündəlik həyatımızda da, yəni hər bir işimizdə cəsarət lazımdır. Yəni, mən gənc nəsillərimizə bunu tövsiyə edirəm, cəsarətli olsunlar, vətənimizin keşiyində, dayağında dursunlar. Bəli, bir də Xəyal bəy, onu soruşmaq istəyirəm. Hal-hazırda o 5 il bundan olan yaralar sağalmaq üzrədirmi? Yəni onların sağalma ehtimalları da artırmı? Yəni yenə də varmı? Onlar haqqında danışardınız. Biz izləyənlər də bilsinlər. Əlbəttə sağalır. Yəni şükür Allaha, əvvəl biz bir dəfə görüşmüşük əvvələ baxanda, indi özündə fərqi. Yox, o fərqi demirəm Xəyal bəy. Yəni indi mən bilmirəm də, ən çox başda da var idi sizdə, ayaqda da deyəsən var idi, əldə də var idi. Bəli, bəli. Yəni onlarda indi ən çox biz bildiyimiz kimi başdır da, bu dəqiqə bizi idarə edən ən birinci ürəkdir, başdır. Başda bunun təsirləri gərək azalmalıdır ki, insanın öz həm huşuna, həm gələcəyinə, görəcəyin işləri düşünməyinə fərq olmalıdır. Və sən də onu hiss edirsənmi? Yavaş-yavaş getdiyin reabilitasiya mərkəzlərində müalicələr təsir edirmi? Bunlar haqqında danış. Təbii ki, təsirli. 10 gün bundan qabaq Xəzər rayonunda xəstəxanasında müalicədə idim mən. Əlbəttə təsirli. Yəni şükür Allaha ki, əvvəlki vaxtlara baxanda özümü daha gümrah hiss edirəm. Hətta lazım olsa yenə də vətənə qulluğa hazır olaram. Yəni o dərəcə özümü gümrah hiss edirəm. Allaha şükür yaxşılığa doğru yüksək şəkildə gedir. İrəliləyiş var. Yəni çox irəliləyiş var. Demək olar ki, yəni sağalma dövründəyəm. Şükür Allaha. Xəyal, bir də siz getdiyiniz müharibə dövründə olduğu zaman siz hərbi xidməti bitirmişdiniz. Siz sonra könüllü mü getdiniz, yoxsa özünüz yəni hərbiyə yazılmışdınız müharibədən sonra, hərbi xidmətdən sonra? Könüllü olaraq getmişəm. Ayın 28-də Bakıdan könüllü olaraq Şəki voyinkomatına getmişəm. Oradan da döyüşlərə qatılmışam. Yəni mənə heç kim çağırmamışdı, ya belə deyim, göndəriş, bildiriş gəlməmiş. Sadəcə
ürəyimdə bir sevgi var idi vətənə. Həmişə uşaqlıqda deyirdim ki, yəni bu haçansa olacaq və öz-özümdə içimdə deyirdim. Yəni düzdür, müharibəni heç kim arzulamıram. Yəni müharibə çox Bəli. Allah bir daha göstərməsin millətimizə. Yəni sadəcə mən ürəyimdə həmişə deyirdim ki, bu haçansa olacaqsa mənim yaş dövrümə düşsün. Bunu həmişə ürəyim özüm üçün arzulamışam. Yəni Bəli. heç peşman da deyiləm. Şükür Allaha ki, şəhid verdik. Yəni qanla verilmişi, qanla da alınmadı. Bu yəni kimsə gətirib bizə pay verəsi deyildi bunu. Yəni şükür Allaha ki, mən yaş dövrümə düşdü. Peşman da deyiləm. Vətən sağ olsun. Nə Yəni yenə də gözəl. haçansa hazır olsa, nə isə bir xırda bir gücüm nə isə çatarsa, yenə vətənimin keşiyində qulluq durmağa hazıram. Xəyal bəy, bugünkü dövrdə istər tədbirlərə, istər dövlət tədbiri, istər belə məktəblərdə olan, nə bilim, başqa bir belə deyək də qeyri-hökumət təşkilatlarının təşkil etdiyi tədbirlərdə iştirak edirsinizmi? Yəni sizi dəvət edirlərmi? Hər hansı bir yerlərdə danışığınız üçün, danışmağınız üçün, orada olan hadisələrdən danışmaq üçün sizə müraciət edirlərmi bununla bağlı? Bəli, tədbirlərə çağırırlar. Bu indi sağ olsunlar. Yəni məsələn icra hakimiyyətləri ya tədbir bu yaxında forumlar oldu. Məsələn saydılar, çağırdılar Azərbaycan icra hakimiyyəti. Yəni görürsən ki, var da, yəni çağırırlar. Gedirəm tədbirlər, şəhər tədbirləri olur, dövlət əhəmiyyət tədbirləri olur, qeyri-dövlət tədbirləri olur, yəni məktəblər olur, hansısa bir dövlət bayramlarının tədbirləri olur, çağırırlar. Yəni bacardığım qədər çağırırlarsa gedirəm. Yəni saymamazlıq eləmirəm. Yəni hansı ki mən həmin günü müsaidəmsə gedirəm. Bir də belə bir şey var. Məsələn, mən bilirsiniz də, mən şəhid ailələri ilə çəkilişlər edirəm və şəhid ailələrindən mən təzəlicə bilmişəm ki, onların özlərinin qrupları var ki, məsələn, bilirlər ki, bugün məsəl üçün İzzət Həmidovun doğum günüdür və ya anım günüdür. Hamısı ora yığışırlar. Sizə də varmı elə bir təşkilat mı deyim, varmı elə bir qrup mu deyim, birbirinizlə danışıb hansısa bir tədbirə getmək, yəni belə bir şeylər varmı sizdə də? Yoxsa necə? Var, qrupumuz, WhatsApp qrupumuz var da, hansı ki qazilər var, şəhidlər var, var qrup. Yəni tomada var, əlaqədəyik də, yəni çağırırlar, tədbirdir və ya da ki xeyir işidir, Allah şərri uzaq eləsin. Yəni nə köməyimiz olsa, biz qrupda xəbərdarlaşırıq, kimisə bir çətinlik olsa ora çatdırırıq, kimisə bir xeyir işi olsa ora çatdırırıq. Hansısa tədbir varsa, birimiz eşitməyək, bilməliyiksə, dərhal xəbər veririk. Yəni var, əlaqələrimiz var. Məncə olmalıdır, çünki hamı orada silahdaş olmuşdur, orada döyüşüb gəlindən sonra yəni bunu unudub hərəmiz bir tərəfə keçirmək bu olmaz, bizə yaraşmaz. Bəli, gözəl fikirləşirsiniz. Xəyal bəy, Yaşad fondu, bilirsiniz də, Yaşad fondu. Və bugün şəhid ailələrinə, qazilərə yardımlar olunur. Sizə də oradan hər hansı bir dəstək verilibmi? Ümumiyyətlə dövlətimizin bu dəstəyini necə qarşılayırsınız? Və sizdə, məsələ, şəhid ailələri var ki, uşaqlarına hər hansı bir yardım olunması üçün. Siz də müraciət edirsinizmi xalqa, insanlara dəstək üçün? Buyur. Yaşad fondu, bəli, bizim, yəni, belə deyim ki, adından bəlli olduğunda Yaşad fondu. Biz, demək olar, qazilərimizin əməliyyatları olsun, xarici dövlətlərdə və bizdə, yəni indiyə qədər Yaşad dövrün Yaşad fondunun çox köməyi olubdur. İndi hal-hazır özündə də, məsələn, haçan müraciətlərimiz dərmanlarla bağlı, müalicə ilə bağlı, yəni dərhal yerinə yetirirlər. Yəni 105 il keçir, yenə də haçan nə lazım olur, zəng eləyirik, dərhal yerinə yetirirlər. Nə gözəl, şükür Allaha bu qarşılanır. Biz bilirik ki, dövlətimiz də sizləri heç zaman... Yəni, ölkə başçısının birbaşa diqqətindədir yəni bu məsələ. Bəli, bəli, heç zaman sizi qayğısız qoymazlar. Yəni, qayğı göstərərlər. Çünki bizim Ali Baş Komandanımız ilk öncə şəhid ailələrinə, qazilərə dəstəyi birinci növbədə deyir və bütün məmurlara da, bütün nazirlərə də tapşırıq verir ki, dövlət özəl qurumların hamısına tapşırır ki, yəni qazilərdir, veteranlardır, şəhidlər, bunlar işlə təmin olsun, heç bir dövlət, özəl qurumlar bunları incitməsin. Yəni birbaşa özünün diqqətinin üzərindədir Ali Baş Komandan. Yəni biz bunu bilirik. Bəli. Xəyal bəy, bir sual da vermək istəyirəm. Bu, siz özünüz də bəlkə görürsünüz. Nə bilim, dırnaqarası deyək, bu söz heç mənim xoşuma gəlmir, amma artıq bugünkü dövrdə siz də mənim kimi çox şahidi olursunuz. Dırnaqarası qazilər var. Dırnaqarası
özlərinə qazi deyənlərmi deyim, min cürə insanları oyundan çıxardı və sizin kimi gözəl və bu vətən yolunda canından keçən, artıq məsələ bir yox, bir çox yerdən yaralanan qazilərin adına ləkə gətirirlər də. Yəni, gəl bunu danmayaq. Onlara sözünüz nədir? Buyurun. Valla onlara bir dənə tək sözüm var. Ya Allah insaf vicdan olmayan yerdə sən deyim, mən deyim, nə mənası var ki? Yəni Allah insaf etsin. Haqqa girmək düzgün deyil. Allahları bilər. Mən nə deyim durum. Bu insan özü burasında yoxdur vicdan. Xeyri yox ki, onu başa salasın. Bəli. Bir də belə deyək də, qazi olmuşam deyərək, bəli, sənin haqqın tapdalanarsa, o bir başqa. Bir də var ki, şükür Allah, dövlət hər bir şey yardım edir, hər bir şey edir. Bir şey deyim. Mən niyə dövlətimdən narazı olum ki? Mən o sualı özümü verim. Niyə dövlətimdən narazı olum? 5 il müalicəm eləyib. Bütün, məsəl üçün, harca müraciətləmişəm, maddi mənəvi köməklə edirdi. Sağ olsun, evlə təmin eləyibdi. Müalicələrimlə hətta getməyəndə belə zəng edirlər ki, müalicəyə gəlmədim. Yəni, bir qazi olaraq mən necə dövlətimdən narazılıq edeyim? Necə deyim ki, narazıyam? Yəni, vicdansızlıq olar. Çox gözəl vurğulayırsınız. Mən də sizinlə razıyam ki, dövlətimizin başçısı sizin hər zaman tapşırıq da verib ki, sizə dəstək verilsin. Çünki onlar deyir, canlarından keçəndə uf demədilər. Gözlərin yaxşı palatan ayrılırlar. Növbədən kənar buraxırlar. Gedirik hansısa quruma stolun başını verirlər. Gedirik məsəl üçün hansısa tədbirə mikrofonu uzadırlar birinci. Yəni hər tərəfdə hörmət var, dövlət əhəmiyyətli tədbirlərdə söhbət gedir. Yəni necə durum deyim ki, mən dövlətim onu eləməyib, Yəni düzdür. Bəzi indi efirdir də, bəzi olur ki, hər ailədə uşaq eyni xasiyyətdə olmur da. Hər ailədə bir xasiyyət olur. Yəni olur ki, hansısa bir dənə qurum kimisə qazi şəhərdə incidirsə, bunu gətirib dövlətin başçısına calamaq, yəni o düzgün bir şey deyil. Ona görə mən durub hansı şeydən ötürü mən heç vaxt demərəm dövlətimdən çox razıyam, dövlət başçısından da. Yəni bu adam, bu komandanın hər bir şeyi əlinə gələn eləyir. Yəni fakt biri mənim üçün eləyir, mən durub narazılıq eləmirəm. Mən demirəm, mən eləyib, digərinə eləməsin. Yox, hər kəsə eləyibdir. Haqqı olan hər kəsə eləyibdir. Bəli. Çünki axı o bilir ki, sən öz canından keçəndə demədin ki, mən gedirəm buna görə ki, qazi olum. Mənə bunu eləsinlər. Heç qazi sözünü mən 20-ci ilə qədər bilmirdim. Əlil bilirdim. Yəni o əlil müharibə əlili bilirdim. O da mənim ağlım gedirdi. Babam 41-45-in böyük vətən müharibəsi əlillik. Yəni mən heç bilmirdim ki, qazi nədir. Ümumiyyətlə meydan nə olan şeydir. Mən bunları bilmirdim. Heç kimdə alnına yazılmamış ki, mən sağ qayıdacağam və yəni qazi qayıdacağam, heç bilmirdim. Yəni 21 elə o ki, döyüş meydanında demişik bu sonda, yəni şərmə işarət gətirmişik, bu son deyil. Allah qurban olum, yəni Allah saxlayıb. Qismətimiz bizə şahidlik düşmürdü. Çox peşman da olmaz idim. Yəni o uca bir statusdur. Hər adamın da qisməti. Bizə də bu yolu veribdir. İndi sağ qalan yaralanmayan qardaşlarımız var, hansı ki, qat-qat məndən döyüb oldu. Axıra qədər gedibdir. Biz yaralanmışıq, çıxmışıq. Bizi də o yaralı meydana çıxan o veteranlarımızdır, döyüşçülərimizdir. Şəhidi, qazini, yaralı döyüş meydanına çıxartan. Onların haqqını danmaq olmaz. Allah hər birində can sağlığı versin. Hal-hazırda xidmət edən ordumuz və döyüş veteranları, yəni hər birini Allah canını sağ eləsin. Yəni deyim ki, yüksək, necə deyim, çox gözəl ordumuz var. Yəni 11-ci, yəni indən sonra çətin bizim ordunun qabağında, yəni cırtdan bir Ermənistan dayana bilər. Yəni güclü, həm iradəli, həm müharibədən 5 qat güclənmiş ordumuz var. Yəni bu məsələ əminliklə deyə bilərəm. Hər tərəfli, maddi, mənəvi, hər tərəfli güclü. Çünki böyük ordumuzun da böyük komandanı var və onun sayəsində şükürlər olsun Allaha. Biz 30 il elə belə gözləmədik ki. Biz 30 il gözlədik, gücləndik, ordumuzu gücləndirdik, dövlətimizi gücləndirdik və bunun sayəsində də bugün biz qələbə çaldıq. Və bu qələbəni çaldıq təkcə o dövrdə yox. 2022-də, 23-də bir çox yerlər açıldı, Laçın, axırda Xankəndi, indi də şükürlər olsun Allah. Ali Baş Komandanın o savadı, o güclü siyasəti sayəsində bugün də Zəngəzur dəhlizi açılmaq üzrədir Allahın izni və yardımı ilə. Ali Baş Komandanın sözü var, deyib, mən nə zaman edəcəm, çox yaxşı bilirəm.
Bəli, o gözəl fikirdir və gözəl də deyib və bunu bugün bütün dünya dövlətlərinin başçıları da deyirlər ki, görürsünüzmü? Yəni o bilir. O bilir ki, nə zaman nə etmək lazımdır. İstəsəydik biz müharibəni dayandırmayıb Zəngəzura qədər gedə bilərdik. Amma bilirsinizmi? Yəni Ermənistan balaca bir dövlət olsa da, yəni onun arxasında yenə də dayananlar az da olsa, yəni bazıları var. Dayanan bazıları var. Amma biz həm müsəlman ölkəsi, ən azından müsəlman dinində, yəni biz tolerant dövlət olsaq da, bizdə müsəlmançılıq əsas rol oynayır və buna görə də bizə dəstək verən az olacaqdır. Bildiniz necə? Türkiyə olacaq, Pakistan olacaq. 20-də müharibə dayanmaya da bilərdi də, yəni maksimal az vermək şərti ilə o Ali Baş Komandan özü bildi neynədir də. Yəni məcburladılar kapitulasiya imza çəkməyə. Bəli, yoxsa Ermənistandan daha çox itki olacaqdı. Çünki biz onları məcbur etdik buna ki. Ali Baş Komandan özü bildi, yəni ağır və yəni ağır Kəlbəcər kimi iqlimə ağır bir rayon qalmış. Yəni orada itkisiz oranı yəni bu necə ağılla hərəkətlədi, yəni bunu bir itki vermədən o qalan torpaqlar hamısı sol başında siyasi yolla həll elədi. Yəni biz belə deyək də, biz həmən vaxt orada deyildik də, siz oradaydınız. Siz bizdən daha doğru bilirsiniz. Vəziyyət nə yerdə idi? Orada nə qədər də məsələn deyirlər, cırtdan kimi dövlət biz deyirik. Amma fikirləşirsinizmi, onların arxasında nə qədər qardaşları, bacıları durmuşdular. Onların nə qədər orada ordusu var idi. Bizim ordu zəif ordu deyil. Bizim ordu güclü ordu. 30 ildə oturduğu mövqeydəydi də, başa düşdün? 30 ildir. Sən elə bir hücum keçən dövlətsən. Sən bilmirsən sən qarşıda nə gözləyir. Amma o hazırlıqdır. 30 ildə yığıb tankın, tüfəngin, topunu, mərmisini, ərzaqını, hər şeyi yığıb səni gözləyir. Yəni bu asad deyil ki, sən elə qardaşlarımız var ki, yəni tək bir dənə yüngül silahla dırmaşırlar qayalara. Amma halbuki qayanın arxasında olan tankla, topla dayanıblar. Bəli. Yadınızdadır Mübariz İbrahimov və Mübariz İbrahimov kimi bugün 2020-ci ildə olan qazilərimiz, orada iştirak edən Allah rəhmət etsin şəhidlərimiz, yəni oradan sağ gələn qardaşlarımız, sizin kimi qardaşlar var ki, şükürlər olsun Allah, o əziyyəti görüblər. Yəni, necə yalandan deyirlər, boşuna, Ermənistanın ordusu var idi, necə yox idi, onların o boyda bazıları var idi. Yəni, onlara o boyda maliyyələr ayrılırdı, o boyda yəni dəstəklər verilirdi. Bizim ordu güclü ordudur ki, onların qarşısında, yəni o tək Ermənistandan getmirdi, orada biz hamımız bilirik, orada bir çox dövlətlərin yəni ordusu var idi, orada dövlətlərin tankı, silahı, fürsatı, bəli. Yəni biz bir nəfərlə savaşmadıq, bunu hamı bilir, biz bir dövlətlə savaşmadıq, bir neçə dövlətin orada olan silahları ilə, tankları ilə savaşdıq. Amma bunu burada mediası ilə savaşırdı, biz orada düşmənlə savaşırdıq. Bəli. Bəli. Mediası necə baskılı idi, mənfi təsir göstərirdi, Azərbaycanı hücumçu, işğalçı kimi qələmə verməyə çalışırdı. Yəni baxmışsınız da kadrlar. Bəli, bəli. Amma cənab prezident görürsünüz məliyədir. Deyir, gedin, baxın, görün, onların arxasında kimlər var orada. Mən tək gedirəm. Mən Allahın izindən tək gedirəm. Ordumla gedirəm. Amma onlar kimlərin ordusu ilə? Onlar kimlərin silah-sürsatı ilə? Yəni, hamısın şükürlər olsun Allah. Cənab prezident o zaman bütün telekanallara, bütün dövlət, dünya telekanallarına bildirirdi ki, yəni siz elə bilməyin ki, biz balaca kiçicik Ermənistan ordusu ilə gedirik. Bu Ermənistan, kiçicik Ermənistanın arxasında başqa ordular da var. Bazıları var onların. Onlar da savaşırlar. Bəli, Xəyal bəy, o zamanı xatırlayanda az da olsa həm sevinc hissi yaşayırıq, həm də kədərlənirik ki, o zaman orada 3000-ə yaxın şəhid verdik və qazi qardaşlarımız var. Bir insan bir gözü gülür, bir gözü ağlayır. Yəni elə bir şeydir. İnsan baxırsan, azad edildiyin torpaqlara sevincindən ağlayırsan, çölürsən, baxırsan, yandaşı, döyüş yoldaşı şəhid olduğunu ağlayırsan. Yəni, qarma-qarşı hisslər, qarma-qarşı duyğular insanda baş verir. Bəli. Ona görə də biz hamımız ilk öncə sizlərə borcluyuq. İlk öncə şəhidlərimizə, şəhidlərin ailələrinə və sizlərə, sizin kimi qazi qardaşlara borcluyuq ki, sağ olun ki, gözünüzü yummadan, of demədən,
yola davam elədiniz. Getdiniz. İndi biriniz qazi oldunuz, biriniz şəhid oldunuz. Amma yəni bildiniz ki, bunu vətən yolunda edirsiniz. Nə kiməsə görə yox, qazi adına görə yox, nəyəsə görə yox, sırf ailəmə, vətəndə olan bütün insanların bir dənə hamımızın bir amalı var ki, bu torpaq düşman işğalına azad olmalı. Başqa bir məqsəd, bir plan, bir gözlənti yox idi. Geridə mən qazi olacağam, mən şəhid olacağam, mən gəlib nə bilim hansı vəzifə sahibi olacağam deyən bir şey yox idi. Yəni hamının bir məqsədi var ki, yəni komandanlıq edildi, torpaqlar qurtarılmalı işğaldan, başqa sözü yox. Yəni heç kim lazım düşmür. Çünki 30 il bəsdir, yetər dedik. 30 il yetər və bir çox dövlətlər də artıq fikirləşirdi ki, artıq Qarabağ elə Ermənistanda olacaq, amma şükürlər olsun Allah, gördünüzmü? Biz ordumuzun sayəsində, dövlətimizin başçısının sayəsində biz bunu etdik. O Qarabağdan Qarabağı zaten mənimsəmişdilər, onlar artıq başqa torpaqlar həvəsində idi. Tovuzdur, Gəncədir, onlar başqa torpaqlara həvəslənmişdilər. Harunlamışlar, bəli. Tovuza ələ keçirmək istəyirdilər, Gəncəni ələ keçirmək istəyirdilər. Olan məqsədi yavaş-yavaş Azərbaycanı bu yan şimal tərəfini götürmək məqsədində idi. İlk öncə biz Polad Haşimovun sayəsində, Allah rəhmət eləsin, müharibənin qığılcımı oradan yarandı. Tovuz döyüşlərindən yarandı və o qığılcım sayəsində sizin kimi oğullar, yəni artıq gedib Səfərbərlik İdarəsində ərizələr yazdınız ki, biz müharibə istəyirik, biz müharibəyə getmək istəyirik və ondan sonra həyətində yatan uşaqlar vardı, günlərlə, bax, asfaltda yatırdılar ki, düşənmirdilər, yatırdılar, evləri gündən girməyəcək, sırf döyüşə gedək. Şükürlər olsun Allah. Allah xalqımızı qorusun, Allah millətimizi qorusun və sizin kimi oğulları qorusun ki, Allah canınızı sağ eləsin ki, həqiqətən sizin sayənizdə bugün Azərbaycan öz azadlığına, Qarabağ azadlığına qovuşdu. Qarabağ azadlığına qovuşdu. Qarabağı görməyən oğullar bugün Qarabağ aldılar. Qarabağ adını eşitməyən, məsələ deyək də, yəni siz anadan olanda Qarabağ yox idi, məsəl üçün. Amma bugün, şükürlər olsun Allah, siz Qarabağı azad etməyə getdiniz. Yəni, bu böyük fəxirdir. Hamımız üçün fəxirdir. Və elə bilməyin ki, bizim 91-də, 93-də ordumuz yox idi, var idi. Amma ordumuzun maddiyyatı o değildi. Çünki biz Sovetdən ayrılmış bir dövlət idik. Bizim ordumuz da orada qaldı, ordumuzun maliyyəti də orada qaldı. Bilirsiniz? Bundan qabaq ana qucağında qaçaraq gələn uşaqlar 30 il sonra tank belində Qarabağ qayıtdılar. Şükürlər olsun Allah. Bəli, bəli. Ona görə də Allah sizləri var eləsin. Həqiqətən də sizinlə söhbət etmək xoşdur, Xəyal bəy. Sonda Xəyal bəy, görüş zamanı tamaşaçılarına ürək sözünüz, mesajınız nə olardı? Buyurun. Çox sağ olun Bildirəm Nahimən. İlk başda sizə, kanal rəhbərliyinə çox sağ olun, var olun ki, mənə vaxt vermişsiniz, yəni kanala dəvətləmişsiniz. Allah razı olsun hər birinizdən. Allah Türk dünyasını qorusun, yəni müsəlmanlığını qorusun. İnşallah Allah Turanımızın yaranmasını inşallah görək, qismət olar bizə Turan dövlətimiz yaranmalı. Sağ olun, var olun. Allah hər birinizdən razı olsun. Xəyal bəy, siz onu dediniz, belə bir şey deyək. Ümumiyyətlə, Türkiyədən sizə ya zəng, ya belə deyək də, Facebookda olursunuz da, yəqin ki, Instagramda, sizin yəqin ki, profilləriniz var. Türkiyədən hər hansı bir qardaşlarmı, orada yaşayan bazılarmı, sizə hər hansı bir mesajlar yazırlarmı, sizdən görüşmək istəyirlər, oradakı olan söhbətlərdən istəyirlərmi məlumat alsınlar, necə oldu, necə yaralandınız, varmı belə bir şeylər? Instagram yoxumdur, Facebook o vaxtı var idi, hansı ki, mənim həkimim var, Türk həkimim. Bu yaxın illərə qədər əlaqəmiz var idi, zəng vurdu, səhhətimi soruşurdu, yəni müalicə üçün necə gedib, gəlir, müalicədən sonra özü necə tutulsa, yəni mütəmadi olaraq əlaqəmiz var. Bu son bir illərdə biraz kəsilibdir, amma yenə də əlaqə olsa, yəni soruşanla olsa, yəni özümlə maraqlanıram bəli bir çoxsu ilə. Belə mütəmadi olaraq əlaqəmiz bu yaxın son illərə qədər var idi, bəli. Və belə deyək, tanınmışlardan kimlərsə, belə deyək, istər müğənnilər, istər aktyorlar mı deyim, hər hansı bir iş adamı mı deyim, sizlə danışırlar mı, mütəmadi əlaqədə olanlar var mı? Yaralandığınız vaxtı və indi belə bir şey olub mu?
Yalanımız vaxtı bəli olubdur. Məsələn, ad deyə bilərsin. Hə. Nara xanım Nara Abdullayeva bəli Ağlama, ağlama. Ağlama, Nara xanım, ağlama. Tutuldu, yenə tutuldu, yenə. Tut bunu, tutma. Xəyal. 2 dəfə gəlibdi məni görməyə. Allah razı olsun. Namiq mənə zəng vurubdur. Yəni Tural Abbaslı zəng vurub maraqlanıb. Gülyaz Günah bacıları əlaqə saxlayıb məndən. Yəni yadımda qalanlar çoxdur. Yəni var bir-iki dənə müğənnilərimiz var ki, Talib Talih var. Məsələn, yəqin ki, bilməm tanıyarlar bir çoxsu. Yəni maraqlananlar çox olubdur. Allah hər birinə razı olsun. Başlayın Nara xanım olana, yəni o 2 dəfə yanıma gəlibdi. Allah canına sağ olasın. Həqiqət var bizdə varıq, artıq bu dünyaya carıq. Həqiqət var bizdə varıq, artıq bu dünyaya carıq. Ordumuza minnətdarıq, ordumuza minnətdarıq. Deyirəm ay Allah, gözəl Şuşa yerindədir, qədim Şuşa yerindədir. Balam aman, aman aman, aman ay Davud, ay can ey. Maşallah olsun. Allah səsili qüvvət versin. Nə gözəl, Xəyal bəy. Həqiqətən sağ olun, gözəl vaxtınızı ayırdınız və bugün bu proqramımıza qatıldınız. Allah sizləri var etsin. Hər zaman belə gümrah, belə şən, mehriban olun və hər zaman necə deyərlər, sizin sağlamlığınız bizim üçün qürurdur. Niyə görə? Siz bizim üçün, siz Azərbaycanımız üçün, siz vətənimiz üçün getdiniz, vuruşdunuz. Allah sizləri var etsin. Çox sağ olun bir daha. Təşəkkür edirəm. İnşallah başqa proqramlarda, başqa görüşlərdə, indiki hələ ki texniki heyətimin olmamağına görə bugün mən YouTube üzərindən çəkiliş edib, montaj edib televiziyaya verirəm. Amma sabah Allahın izni ilə özümün texnikası, özümün yəni imkanı olduqda sizlərin hamınızı bir yerə yığıb belə proqramlar etmək istəyirəm. Çünki bizə sizin kimi insanlardan təşkil etmək lazımdır ki, dünyaya bildirək ki, yəni bizim bax belə qazilərimiz var. Belə şəhidlərimiz haqqında danışırlar, şəhid ailələri. Bax belə şəhidlərimiz olur, belə şəhidlərimiz var. Bugün biz tariximizi unudulmamaq üçün sizləri, şəhidlərimizi hər zaman öndə, hər zaman dünyada tanıtmağımız üçün belə proqramlar olmalıdır. Təkcə mən yox, təkcə sən yox və bir çox insanlar bunu etməlidir ki, yəni kiçicik bir Ermənistan dövlətinin olmayan şeylərini dünyaya elə göstərirlər ki, elə bir ki, böyük bir şeylər olur. Yəni onlar hamısı yalan, kimdənsə uydurmalardır, amma bizdə fakt olan şeyləri göstəririk. Və bu göstərilmək üçün inşallah ki, bizə də dəstək verərlər və bu dəstək sayəsində bizə çəkilişlərimizi edərik və bu proqramları daha sonra edərik. Buyurun, son sözünüzlə söyləyeyim, bitirək. Allah razı olsun hər birinizdən. Başda kanal rəhbərliyi, mənim sən, çox sağ olun, var olun ki, vaxt verdiniz, vaxt ayırdınız. Allah razı olsun hər birinizdən. Yəni, verdiniz dəyər üçün də minnətdaram hər birinizə. Var olasınız. Gecəniz xeyrə qalsın. Sağ olun. Sağ olun, var olun, minnətdarım. Sağ olun, izləyicilər. Gələn görüşlərə dək.